Günas TV-nin məlumatına görə, İsrailin Kanal 12 telekanalı bildirib ki, bu ölkənin qiymətləndirmələrinə əsasən Birləşmiş Ştatların İrana qarşı dəniz və iqtisadi blokadası yaxın zamanda nəticə verməzsə, Vaşinqtonun hücumları yenidən başlatması ehtimalı var. Bununla belə, İsrail bu hücumların məhdud olub-olmayacağını və ya daha geniş miqyaslı əməliyyatların həyata keçiriləcəyini bilmir. Məlumata görə İsrail ordusu Birləşmiş Ştatların İrana mümkün hücumlarına hazırlaşır. İsraildə belə bir qənaət var ki, əgər ABŞ tərəfindən tətbiq olunan iqtisadi və dəniz blokadası Tehranla razılaşma ilə nəticələnməzsə, ABŞ prezidenti Donald Trump tərəfindən hücum əmri verilə bilər. Hesabatda qeyd olunur ki, hücumun miqyası barədə dəqiq məlumat olmasa da, hər hansı hücumun İranın İsrailə qarşı cavab zərbələri ilə müşayiət olunacağı gözlənilir. Məlumata görə son günlərdə hazırlıqları tamamlanmaq məqsədi ilə minlərlə silah və hərbi avadanlıq bir neçə nəqliyyat reysi ilə İsrailə çatdırılıb. Eyni zamanda İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir yaxın vaxtlarda ABŞ Mərkəzi Komandanlığının rəhbəri Brett Cooper ilə mümkün ssenarilər üzrə koordinasiya məsələlərini müzakirə edib.